Cümlələrdə işlənən ki hansı funksiyanı yerinə yetirir? Mən ki bunu bilirdim. Əvəzlikdən sonra gələn ki ədat hesab olunur. Deməli, bu cümlədə ki ədatdır. Baxmır ki, baxmır. Burada virgülün işlənməsi sizi çaşdırmasın. Çünki buradakı ki sözləri bir-birinə bağlamır və bağlayıcı deyil, yenə də ədat hesab olunur. Ki burada ədatdır. Bilirəm ki, sən düz deyirsən. Əgər xəbərdən sonra, yəni feilin qabağında ki gəlirsə, bu zaman bağlayıcı hesab olunur. Yəni bu cümlədəki ki bağlayıcıdır. Gələcəksən ki, burada isə sual funksiyasını yerinə yetirir. Deməli, ki burada nədir? Ədat. Hansı ədat? Sual ədatı. Yuxarıdakı cümlədə isə qüvvətləndirici ədat idi. Bizimki bu deyil. Yadınıza qalsın ki, əgər bilirsiniz, bizim və mənim sözləri ismi yəli halındadır. Yəli halı artırılan ki isə isim hesab olunur. Söz isimdir. Deməli, buradakı ki isim düzəldən şəkilçidir. Yəni, isim düzəldən. Dünənki hadisə zərfdən sifət düzəldən ki şəkilçisi. Buradakı ki isə sifət düzəldən şəkilçidir.